Prognoz TV kanalına hoş gelmişsiniz. Salam, hər vaxtınız xeyir olsun. Sizə 17 fevral 2026-cı ilin bürclərini təqdim edirik. Qoç, asan gün deyil. Səhər vacib bir şey etməməlisiniz. Əhəmiyyətli itkilər və çətinliklər mümkündür. Lakin səbir və ehtiyatlılıq onların əksəriyyətinin qarşısını almağa kömək edəcəkdir. Tələsik vədlər verməyin. Çətin ki, onlara əməl edə biləcəksiniz. Heç yerə tələsməyin. Detallara kifayət qədər diqqət yetirin. Lazım gələrsə, etibarlı müttəfiqlərdən kömək istəməkdən çəkinməyin. Kifayət qədər israrlı olan qoçlar yaxşı nəticələr əldə edə biləcəklər. Gün ortadan sonra sizdə natiqlik oyanacaq. Başqaları ilə çox çətinlik çəkmədən razılığa gələ biləcəksiniz. Buğa, demək olar ki, planlaşdırdığınız hər şeydə uğur qazanacaqsınız. Günün ilk yarısında buğaların əksəriyyəti enerji dalğası və əhval-ruhiyyənin yüksəldiyini hiss edəcəklər. Enerjinizi düzgün istiqamətə yönəldə və başqalarının həll etməkdə çətinlik çəkdiyi məsələləri həll edə biləcəksiniz. Kifayət qədər səy göstərsəniz, siz yalnız bütün məqsədlərinizə çatmayacaq, həm də gələcək uğur üçün möhkəm təməl qoyacaqsınız. Yeni bacarıqlara yiyələnmək üçün yaxşı gündür. Yeni məlumatları tez qavrayacaqsınız və əldə etdiyiniz biliklər tezliklə sizin üçün faydalı olacaq. Əkizlər, çətinliksiz keçməyəcəyi ehtimalı olmasa da, gün qeyri-adi dərəcədə müsbət başlayacaq. Səhər maliyyə məsələlərində nəzərə çarpacaq uğurlar əldə edəcəksiniz, ona görə də yaxşı fürsətləri əldən verməyin. Yeni tərəfdaşlarla əlaqələr qurmaq yaxşı olar. Bir çox əkizlər təcrübəli həmkarın və ya yaşlı qohumun bəzi faydalı məsləhətlərindən faydalanacaqlar. İndi planlar qurmağın doğru zamanıdır. Axşama doğru məişət problemləri özünü büruzə verəcək. Sevdiklərinizlə hər şeyi həll etmədən xoş bir şey haqqında danışmaq daha yaxşıdır. Xərçəng, hər şey istədiyiniz kimi alınmayacaq. Səhər emosiyaların öhdəsindən gəlmək çətin olacaq. Artan əsəbilik, hətta adətən yaxşı yola gedən insanlarla belə ümumi dil tapmağınıza mane olacaq. Rəhbərlərinizin nəzərindən uzaq olmağa çalışın. Günün ilk yarısında adi işlərinizi yerinə yetirmək daha yaxşıdır. Bu, özünüzü ələ keçirməyə kömək edəcək. Tədricən vəziyyət yaxşılığa doğru dəyişəcək. Bir çox xərçənglər səyləri sayəsində gələcək üçün yaxşı bir təməl yarada biləcəklər. Axşam qohumlarla və ya sevilən insanla səmimi söhbətlər üçün münasibdir. Şir, qeyri-müəyyən bir gündür. Səhər çox iş görəcəksən, ona görə də işləri çox təxirə salmayın. Optimist münasibət hətta ən çətin işlərin öhdəsindən gəlməyə kömək edəcək. Əlverişli perspektivlər açılacaq və Şir bürcünün əksəriyyəti onlardan uğurla yararlanacaq. İş və ya biznesin inkişafı ilə bağlı maraqlı təklif almaq şansı var. Səyahət əlverişli olacaq, xüsusilə də uzun və uzaq səyahətlər. Günün ortasında xoşagəlməz sürprizlər mümkündür. Bəzi insanlar vədlərinə əməl etməyəcəklər. Amma kritik bir şey olmayacaq, amma yenə də əsəbli olmalı olacaqsınız. Qız, olduqca yaxşı gündür. Planladığınız hər şeyin öhdəsindən gələ biləcəksiniz. Səhər xüsusilə mühüm danışıqlar üçün əlverişlidir. Siz istisnai dərəcədə inandırıcı olacaqsınız. Ona görə də istədiyiniz nəticələri asanlıqla əldə edəcəksiniz. Əksər qızlar, həmkarlar və rəhbərlikdən hərtərəfli dəstək alacaqlar. Ona görə də orijinal təkliflər verməyin vaxtıdır. Hər şeyin öhdəsindən tək gəlmək lazım deyil. Yeni bir şey öyrənmək üçün yaxşı vaxtdır. Əvvəlcə heç nə qarşılaşmadığınız məsələləri belə tez başa düşə biləcəksiniz. Tərəzi, ciddi məsələlər üçün əla gündür. İradə, qətiyyət və əzmkarlıq bir çox problemləri öz xeyrinizə həll etməyə kömək edəcək. Bir çox tərəzi qeyri-adi natiq olacaq. Ona görə də səhər ictimai çıxışlar, mühüm məsələləri müzakirə etmək və ya ciddi danışıqlar aparmaq üçün əlverişlidir. Sosial çevrənizdə köməyi sizə faydalı olacaq nüfuzlu insanların peyda olması mümkündür. Günün ikinci yarısında yaxın adamlar işlərinizə qarışmağa cəhd edə bilərlər. Xüsusilə onlara iştiraklarına görə təşəkkür etsəniz və sizə necə kömək edə biləcəklərini dəqiq desəniz, bu mənfi olmayacaq. Əqrəb, sizi gözəl gün gözləyir. Planladığınız hər şeyi edə biləcəksiniz və çox vaxt aparacaq bir sıra işlərin öhdəsindən gələcəksiniz. Bir çox əqrəblərin cazibədar perspektivlərim olacaq.
Sağlam düşüncəniz, təcrübəniz və praktikliyiniz sizə hədəflərinizə çatmaq yolunda əhəmiyyətli irəliləyişlər əldə etməyə imkan verəcək. Etibarlı həmkarlarınızın dəstəyinə, dəyərli məsləhətlərə və praktiki yardıma arxalana bilərsiniz. Axşam çölə çıxmaq, yeni insanlarla tanış olmaq, flört etmək və romantik görüşlər üçün idealdır. Ox atan. Çox şey əldə olunacaq. Baxmayaraq ki, bu asan olmayacaq. Səhər saatlarında ox atanların əksəriyyəti münaqişələrdən qaçmaqda çətinlik çəkəcəklər. Artan impulsivlik və əsəbilik öz idarə etməyi çətinləşdirəcək. Yaxşı olar ki, günə kənardan kömək almadan həll edə biləcəyiniz rutin işlərlə başlayasınız. Yavaş-yavaş sakitləşəcəksən və hər şey yaxşı getməyə başlayacaq. Cazibədarlığınız nəzərə çarpacaq dərəcədə artacaq. Digər insanları bir baxışda başa düşə biləcəksiniz. Beləliklə, biznes tərəfdaşları ilə əməkdaşlıq danışıqlarında və mümkün məişət münaqişələrinin həllində eyni dərəcədə uğurlu olacaqsınız. Oğlaq. İşıqlı və parlaq gündür. Ən cəsarətli təklifləri vermək üçün doğru vaxtdır. Yaradıcılığınız yüksək qiymətləndiriləcək. İdeyalarınızı təkbaşına həyata keçirmək məcburiyyətində olmayacaqsınız və birlikdə işləmək çox daha məhsuldar olacaq. Yeni perspektivli əlaqələrin yaranması ehtimalı var. Uzun ezamiyyətlər üçün yaxşı vaxtdır. Yol asan olacaq və əldə edilən nəticələr sizi sevindirəcək. Oğlaqların əksəriyyəti heç bir səy göstərmədən başqalarının diqqətini çəkəcək. Çox güman ki, dostluq, əməkdaşlıq və ya romantik münasibətlərin başlanğıcına çevriləcək yeni tanışlıqlar edəcəksiniz. Dolça. Ən asan gün deyil. Bir çox dolçalar əsəbi və nizamsız olacaqlar. Diqqətinizi işə cəmləmək və xırda şeylərlə diqqətinizi yayındırmağa çətin olacaq. Alətlər və mexanizmlərlə işləyərkən xüsusi diqqətli olmaq vacibdir. Çünki kiçik zədələnmə riski yüksəkdir. Eyni zamanda ambisiyanız da artacaq. Bu enerjini düzgün istiqamətdə yönəltsəniz, təsir edici nəticələr əldə edəcəksiniz. Günün ortalarına qədər əhvalınız yaxşılaşacaq. Bir çox vacib problemləri həll etmək və pozulmuş münasibətləri bərpa etmək mümkün olacaq. Axşam saatlarında bəzi ev işləri görməli olacaqsınız, amma bu sizə yük olmayacaq. Balıq. Gün həm sevinc, həm də problemlər gətirəcək. Səhər hüquqlarınızı müdafiə etmək yaxşıdır. Başqalarını nə dəyirsə hər şeyə inandıra biləcəksiniz. Ona görə də danışıqlar və ya ciddi məsələləri müzakirə etmək üçün əla vaxtdır. Bir çox balıqlar əhəmiyyətli uğurlar qazanacaqlar. Uzun müddətli dostluqlar işinizdə faydalı ola bilər. Axşam yaxınlaşdıqca diqqəti işə cəmləmək çətinləşəcək. Artan həssaslıq və xırda şeylərə diqqət yetirmək meyli düzgün qərarlar qəbul etməyinizə mane olacaq. Bu an üçün vacib bir şey planlaşdırmağa ehtiyac yoxdur.